Hansı gözəllik trendini təhlükəli hesab edirsiniz? Daha önce dediğimiz gibi filtrler. Botoks yoxsa skincare? Skincare. Bahalı kosmetika yoxsa düzgün qulluq? Düzgün qulluq. Instagram, sosial media qadınları daha çox baxımlı edib yoxsa yəni narazılığa salır? Sosial media iki cür effekt verir. Həm yaxşı, həm pis. İnsanlar bu filtrlərə oxşamağa çalışır. Filtr kimi görünə bilmərik biz. Əsas özümüzə bənzəməliyik. Qadın həqiqətən nə vaxt gözəl olur? Daxilə ailəmi tamamilə gözəl hiss edəndə. Salam bizim gözəl La Grace izləyicilərimiz. Bugün qadın baxımından daha çox söhbətimiz olacaq. Qadınlar indiki dövrdə özünə daha çox gözəllik baxımından məlumatlıdırlar. Salon, gözəllik, qulluqlar. Bəzən qadınlar bu qədər baxımlar etməyinə rağmen yenə də çox komplekslidirlər və özünü gözəl, kifayət qədər gözəl hiss eləmirlər. Bugünkü mövzumuz gözəllik haqqında olacaq. Baxım, qulluq, qadının özünü daha effektiv və daha özgüvənli hiss etmək haqqında olacaq. Və qonağımız Gültəkin xanımdır. Gültəkin mənim həm öz kosmetoloqumdur, həm də ki yaxın dostumdur. Xoş gəldin Gültəkin. Necəsən canım mənim? Xoş gördük səni Məryəm, çox xoş oldu. Həm bu gözəl proyektdə qarşılaşdıq, həm səni gördüm. Çox uzun zamandır görüşə bilmirdik. Mənim üçün çox xoş oldu bugünkü görüş. Yaxşı ki, bizim dəvətimizi qəbul etmisən, gəlmisən və səninlə gözəl suallarımıza başlayaq. Bu arada canım Gültəkin əli boş gəlməyib La Grace podkastımıza. Çox gözəl güllərdir, həqiqətən zövqlü yığılıb. Təşəkkür edirəm. Səndən daha gözəl deyirlər. Gültəkin, əgər səni heç kim tanımasaydı, özünü necə təqdim edərdin? Mən Gültəkin Eyvazova artıq 10 ildən çoxdur ki, estetik sahəsində mütəxəssisləşmişəm və mən deyərdim ki, mən daha çox insanların ruhuna toxunmağı sevən biriyəm. Çünki mən belə düşünürəm ki, bütün sahələrin əsasında insan sevgisi dayanır. Hər hansı peşəni, sahəni işləməyimizdən asılı olmayaraq biz insanları sevməliyik, gözəlliyi sevməliyik, estetikanı sevməliyik və belə olduğu zaman bütün işlərimizdə uğur qazanacağımıza inanıram. Həqiqətən gözəl təqdimat idi və mən o qədər sizin sahənizi bəyənirəm ki, çünki sırf gözəllik görürsüz deyən, yəni insanı gözəlləşdirməklə məşğul olan Gözəllikdən sahələr. zövq alırıq biz. Gözəl görünən hər şeyi də çox sevirik. Bugünkü Gültəkini formalaşdıran ən böyük həyat dərsi nə olub? Bugünkü Gültəkini formalaşdıran əsas amillərdən biri keçdiyimiz yollarda olan çətinliklər, bəzən uğursuzluqlar, bəzən bu yolda yıxılmaq, büdrəmək, bunların hamısı məni və mənim timsalımda bütün qadınları formalaşdıran əsas amillərdən biridir. Lakin mən düşünürəm ki və buna inanıram ki, biz qadınlar bütün bu çətinliklərə baxmayaraq, hər yıxılanda yenidən daha da qüvvətli qalxmalıyıq. Çünki çətinliklər insanı ya yıxır, ya daha da güclü formada ayağa qaldırır. Mən isə ikinci yolu seçdim. Heç bir çətinliyə baxmayaraq bu yolda addımlayıram və düşünürəm ki, hər insan öz üzərində heç dayanmadan işlədiyi zaman uğur qaçınılmaz olur. Ay, nə gözəl. Gültəkin, bəs kosmetoloq olmağa necə qərar verdin? Bu sahə sənin üçün bir işdir, yoxsa yəni missiyadır, yoxsa necə bir tərzdə bizə deyə bilərsən bunları? Mən əslində çox erkən yaşlardan bu sahəyə çox böyük marağım olub. Çünki dediyim kimi mən hər zaman estetika və gözəllik vurğun olmuşam. Amma heç bir zaman mən bu işə gəlir mənbəyi kimi baxmamışam. Təbii ki, qazanc əldə etmək hər bir insanın arzusudur. Lakin mən bu peşəni hər zaman çox sevmişəm. Çünki mən gözəllik aşığı biriyəm, estetika aşığıyam və gəlirdən daha çox yeniliklər gətirmək arzusunda olmuşam bu sahəyə. Qadınları gözəlləşdirmək, onların ruhuna toxunmaq mənim ən böyük arzum olub. Çünki mənim kabinetimdən içəri girən hər bir insan, mən onlara sadəcə pasiyent gözü ilə və gəlir mənbəyi kimi baxmıram. Onların ruhuna toxunmağı sevirəm. Çünki hər insanın mənə görə bir hekayəsi var və o hekayəsi ilə içəriyə daxil olur. Bəzən onların hekayəsində yorğunluqlar, uğursuzluqlar, bəzən qəmgin. Lakin onlara toxunduğum zaman, onlara bir gözəllik bəxş etdiyim zaman, onların mənim kabinetimdən çıxarkən xoşbəxt olmaları məni çox xoşbəxt edir. Ona görə də mən sadəcə gəlir mənbəyi kimi baxıram desəm yalan olar.
Yəni mən buna qatılıram həqiqətən. Çünki özüm illər əvvəl ilk dəfə elə Gültəkinin yanına gələndə bəlkə də bir çox şey eləmək istəyirdim. Çünki indiki yaşımdan həmin yaşım gənc idi və istəyirdim daha olğun görünüm, daha gözəlliyim önə çıxsın, amma Gültəkin qoymadı. Çünki təbiiliyə daha çox önəm verir. Yəni normalda deyərdi ki, bu qədər məbləğdir, qoy ortaya, hər şey eləyəcəm sənin üçün, amma ki, xeyr. Cüzi toxunuşlar etdi və həqiqətən çox razı qalmışdım. İndiyə qədər də bəlkə də sayılı bir hesablar, sayılı prosedurlar eləmişəm, çünki qoymur mənim Çünki kosmetoloqum. ehtiyac yoxdur və mən insanların dəyişdirməyə, onları süniləşdirməyə deyil də, onların öz gözəlliklərini vurğulamağı daha çox sevirəm. Gültəkin, insanların sizin haqqında düşündüyü fikir, amma yəni doğru olmayan fikir hansıdır? Adətən insanlar bütün estetik həkimlərin, estetik mütəxəssislərin haqqında düşünürlər ki, biz insanları süniləşdirməyə, onları doldurmağa, lor dildə desək, çalışırıq, amma belə bir şey deyil. Yəni mən insanları hamını bir-birinə bənzətməkdən deyil də, onların xarici gözəllikdə olan xırda nöqsanları aradan götürməyə çalışan biriyəm və onların daxili aləmlərini gözəlləşdirməyi çox sevirəm. Üzlərində olan dəyişikliklər isə daha çox öz anatomiyalarına uyğun şəkildə az formada dəyişikliklər edərək vurğulamağı daha çox sevirəm. Hə, İşte mən yəni kənardan aqressiv görünürəm amma yenə də. o elə Mən düşünmürəm sən aqressiv haqqında. deyiləm. Amma soyuqqanlı görünürdün, bəli. Bu Bəli, fikir mən də var. bu ikinci bir şəxsi mənada soruşsaq ki, bilirsən mən heç vaxt heç bir verilişdə, heç bir podkastda şəxsi sualları cavablandırmıram, amma səni sevirəm. Mən kənardan çox soyuqqanlı görünürəm, amma mən çox insan sevirəm. Ona görə mən düşünürəm ki, mən soyuqqanlı deyiləm. İnsanları sevirsən onda. Bəli, mən insanları sevirəm. İnsanlarla işlədiyimə görə insanları Bəli. sevməyəm. Gültəkin, sizcə insanlar kosmetoloqa gözəlləşmək üçün gəlirlər, yoxsa öz inamını artırmaq üçün, öz güvənini artırmaq üçün? Əslində kabinetdən içəri girən zaman hamının fikirləri eynidir. Üzümdə ləkə var, üzümdə yorğunluq var, amma bunlar daha çox səbəb deyil görünüş üçün. Çünki onlar bəzən inamsızlıqlara qapılırlar, bəzən özgüvən əksikliyi yaşayırlar. Buna görə də ehtiyac olmadan belə bəzi xanımlar var ki, aşırı dəyişikliklər etmək istəyirlər üzlərində. Bu ilk növbədə onların daxili inamsızlıqlarından məncə irəli gəlir. Çünki mənə görə hər qadın çox gözəldir. Belə bir deyim var, özün ol. Artıq bütün yerlər tutuludur. Çirkin qadın yoxdur, baxımsız. Bəli, çirkin qadın yoxdur. Daxili aləmini gözəl saxlamaqla, biz də üzdəki xırda qüsurları aradan götürməklə onlara inam qazandırmağa çalışırıq. Bir çox qadın gələndə prosedura, yəni sadəcə prosedur üçün gəlir, amma elə olub ki, məsələn, nəsə bir qərar veriblər hansı situasiyadan sonra vəsə gedirəm özümü dəyişməyə. Yəni belə hallar daha çox olur. Yəni məsələn də sevgilisi ilə ayrıldı, gəldi məsələn. Mənim fikrimcə, bəli, bu daha Dodağı çox qoymurdaydım. olur. Qoymurdaydım. Bu daha çox olur. Həyat yoldaşından ayrılan xanımlar, sevgililərindən ayrılan xanımlar, həyatlarında böyük dəyişikliklər etmək istəyən xanımlar hər zaman daha çox müraciət Özünə edir. hə deməyə. Və düşünürlər ki, illərdir özümü ayırmadığım zamanı bir anda qərar verirlər ki, artıq mən özümə zaman ayıracağam, mən dəyişəcəm, Yəni bunlar mən çox olur gözəlliyimi da, onu demək vurğulayacağam. istəyirəm. Bunlar normal yəni sadəcə problemi görəndən daha çox gəlirlər. Mən sənə deyərdim Məryəm, çünki bir anlıq bir inamsızlığı bərpa etməyə çalışırlar, həyatlarında yeni bir səhifə açmağa Bu düz çalışırlar. qərarı sizcə bəs? Yəni məsələn bundan sonra belə tez riskli qərar verib gəlir. Əslində xeyr, çünki əgər üzündə həqiqətən düşündüyü prosedurlara ehtiyac varsa, elətdirirsə, bəli, bu düzgün qərardır. Bəlkə ola bilər ki, illərdir buna vaxt tapmırdı, ailə məişət problemlərindən və ya da sosial həyatından, amma indi vaxt tapır, özünə daha çox zaman ayırır. Bu belə bir vaxtda sağlam düşüncə ilə buna zaman ayırmaq, bəli, daha doğrudur. Amma bunu insanların fikrincə özünü sübut etməyə çalışarkən etmək yanlışdır. Çünki əslində bizim daxili inancımız özümüzə, güvənimiz özümüzə tamdırsa, biz özümüzə heç kimə sübut etməyə çalışmamalıyıq. Çünki qadın böyük bir qüvvədir, qadın çox güclü qüvvədir. Bizim varlığımız, həyatda etdiyimiz işlər,
səbəb olduğumuz gözəlliklər zaten bizi inamlı edir. Ona görə də bunu sırf xarici görünüşlə, süni görünməklə, hər hansı üzümüzdə bir nahiyəni dəyişməklə və yaxud da bədənimizdə bunu belə sübut etməyə məncə ehtiyac yoxdur. Yoxdur. Amma yəni Daxili siz aləmimizi gözəlləşdirərək sübut etməliyik. Siz elə düşünürsüz? Çünki məsələn o qədər kosmetoloqlar var ki, və xanımlarımız çox səfərlərə düşürlər. Onlar bir çox nə prosedur istəyirlərsə, nə ehtiyac yoxdur, amma istəyirlər, onlara edirlər o prosedurları və onlar da peşmançılıq yaşayırlar bir müddət sonra məncə. Mənə elə gəlir ki, o tip peşənin sahibi olan həmkarlarım və yaxud da ki, fərqi yoxdur, başqa digər peşələrdə də belə çalışan adamlar sırf gəlir mənbəyi kimi baxan zaman bəli, doğrudur. Çünki o qazanc və gəlir mənbəyi kimi baxır. Onun üçün o insanın düşüncələrinin, daxili aləminin, onun xoşbəxtliyinin heç bir fərqi yoxdur. O sadəcə qazancı olaraq görür. Bu zaman bəli, təbii ki, yanlış əllərə düşmək olur. Ki məsələn mən başıma çox gəlir. Həqiqətən də o xanıma o qədər prosedur ehtiyac deyil. Amma daxildə bir çöküntümü yaşayır, daxildə bir gərginliyim var, özünü sübut etməyə çalışır Başqa kiməsə. kosmetologdan çıxıb yanımıza gələnlər də çox Çox yanlış işlər görülmüş xanımlar təəssüf olsun ki, çox görürük. İstəməzdik. Təəssüflər. Gültəkin, sizcə qadınlar özünü birinci qəbul etməlidir, yoxsa dəyişməyə çalışmalıdır? Hər bir qadın, bütün insanlar, fərqi yoxdur, cinsiyyətindən asılı olmayaraq, insan birinci özünü qəbul etməlidir, özünü sevməlidir. Yaşadığı bugünkü həyatını gözəl görsə, sevsə, o zaman orada olan fərqi istəmədiyi amilləri dəyişə bilər. Sadəcə görünüşdən söhbət getmir burada. Ola bilər hər hansı bir peşəsi, gözəlliyi, geyim tərzi özünü daxilən qəbul edib, ondan sonra isə xarici görünüşünə məncə yönəlməlidir. Bu zaman daha düzgün qərarlar verər. Gültəkin, indi bir yaralı mövzuya salıram. Effekt Instagram. Gültəkin, sizcə Instagram, sosial media qadınları daha çox baxımlı edib, yoxsa yəni narazılığa salıb özü barədə? Əslində mənim sosial media iki cür hal-hazırda effekt verir. Həm yaxşı, həm pis. Yaxşı tərəfi odur ki, burada qadınlar düzgün baxım öyrənirlər, özünə qulluğu öyrənirlər. Yaxşı mənada geyim tərzlərini düzgün seçməyi öyrənirlər. Bu sosial medianın yaxşı tərəfidir. Çünki dəri qulluğu burada yaxşı paylaşımlar olunur, daha çox yəni yaxşı fikirlər ötürür. Pis tərəfi isə odur ki, hamıya seçilmiş süni filtrlər. İnsanlar bu filtrlərə oxşamağa çalışır. Amma mən hər zaman deyirəm ki, filtr keçicidir. Qalıcı olan bizim daxilimiz və bizə uyğun xarici görünüşümüzdür. Filtrlər deyil. Ona görə sosial media həm mənfi, həm müsbət cəhətdən çox təsir göstərir. Bəzən biz çox yanlış filtrlə sadəcə gəlirlər. Məni buna bənzətməlisən. Məni buna bənzətməlisən. Bu filtrdəki kimi görünməliyəm. Bunlar keçici. Filtrlər də keçicidir. Daha əvvəl başqa filtrlər var idi, indi onlar. Məsələn, fikrindən daşdırmağa çalışırsan, yəni bu filtr kimi mümkün deyil də, yəni. Təbii ki, zaten olmur. Filtr kimi görünə bilmərik biz. Photoshop bütün gün Photoshoplu görüntü ilə biz gəzə bilmərik. Bu doğru deyil. Ona görə həm mənfi, həm müsbət cəhətdən xanımlarımıza çox təsiri var sosial medianın. Düzdür. Məni bir ara çox narahat etmişdi, bəli. Yəni özüm barədə yox, kompleks barədə yox. Çünki yəni məsələn mən həmişə nə yalan deyim, güzgüyə baxanda indi özümdən belə razı kimi çıxmadım, amma özümü təbii ki bəyənirəm. Güzgüyə baxanda deyirəm, yəni gözəl bir şeydir. Şeydən, şəkildən daha gözələm həyatda. Yəni özümü belə düzəldirəm, belə nə deyirlər, effekt. Amma özünü daha çox sevirsən. Hə, yəni mən görürəm şəkildən daha qəşəyəm. Prosta şəkildə maksimum indi bu bacardığımız bu. Çünki elə olur ki, həqiqətən şəkildə olduğun kimi düşmürsən, düşünürəm. O ola bilər, işıq effekti ola bilər. Burada işıq yanlış yerdən düşə bilər. Qaranlıq bir məkanda ola bilərsən. Burada şəkildə çəkdiyin videoda müəyyən xırda bir dəyişikliklər edə bilərsən, amma olmadığın biri kimi görünmək həvəsi isə bu doğru olan bu deyil. Bəli, bir çoxunda o var. Və hədsiz mən onları başa düşmürəm. Realda görən zaman. Bəli, yəni hə, o da var. Odur. Amma ondan qırağı lap belə görəndə yenə də gözəldir xanım.
və özünü o qədər bəyənməməyi kompleksə salmağı da, yəni yox, istəmirəm şəkil çəkdirməyə və s. Məni Yaxşı həqiqətən pis düşmürəm. eləyir. O özünü sevməməkdir. Bizim Bəli, bəli. daha öncəki o suallarımızda vurğuladığımız ilk amil budur ki, insan Özünü özünü qəbul sevərsə, özünü qəbul edərsə, yaşam tərzini, olduğu insanı qəbul edərsə, o zaman ona özü ilə bağlı hər şey çox gözəl görünəcək. Ola bilər mən bu gün gələndə burada bir xırda bir əksiklik yaşadım, üstümə Bəli, kofe tökdüm. Amma ola bilər, oldu. Yəni Yenə də deyirəm, ay göz nəsə. göz nəzər. Mən amma bugünkü çəkilişimizi təxirə salmadım. O oldu. Tamam, bu yubka ilə gedə bilər. Əgər məni kimsə bu cür izləməyi sevməyəcəksə, bu insanların fikridir. Mən özümü təbii ki, hər formada çox gözəl qəbul edirəm, çox sevirəm, özümü çox bəyənirəm. Pis geyinəndə də, makiyaj etməyəndə də. Təbii ki, ola bilər, makiyajsız da çıxa Çünki bizim bilərik. kosmetoloqumuz. Bu gün makiyaj etməyə bilərsən. Şərt deyil ki, insan bu cür hər gün meykapda, hər gün çox gözəl görünməliyəm. Mən bu gün yəni aksesuarlarım çox olmalıdır. Hər şey vurğulamalıyam. Bu deyil axı real həyat. Bəli. Ola bilər bu gün sərgəsiz də görünə bilərik. Bu gün vaxtımız olmaya bilər. Bu gün işimiz, nastroyeniyamız olmaya bilər. Sosial həyatımızda hər hansı bir şey yolunda getmir. Ola bilər ki, bu gün belə görünərik. Təbii hallardır bunlar. Gültəkin, bəs elə müştəri olub ki, prosedurdan sonra sadəcə görünüşü dəyişməyib, bütün həyatında bir dəyişiklik görmüsən? Bəli, olur, çox olur. Çünki bizim prosedurlardan sonra ola bilər ki, bizim pasientlərimiz kamera qarşısına keçir, hər hansısa bir çıxışı var. Bəlkə evlilik yolunda addımlayır, bəlkə şəxsi həyatında böyük bir dəyişikliklər edəcək və prosedurlar onlar üçün uğurlu olan zaman çox inamlı olurlar. Onların etdikləri çıxışlar, ola bilər getdikləri önəmli bir görüş ola bilər. Onlar özlərinə çox böyük bir inam olur və bu zaman çox daha uğurlu alınır. Bəs sizcə qadınların gözəlliklə bağlı etdiyi ən böyük səhv nədir? Xanımların gözəlliklə bağlı etdiyi ən böyük səhvlərdən biri kimisə özünə xarici görünüş baxımından deyirəm, ideal olaraq seçmək və kiməsə bənzəmək. Özünü kimisə yerinə qoymaq. Bu onlar üçün etdiyi ən böyük səhvdir. Çünki ola bilər ki, o dodaq quruluşu, o yanaq quruluşu o xanımda çox gözəl görünür. Məsələn, məndə bir çox pasientlər olur, mənim sənin şəklindən gəlirlər. Doğru. Ki, eyni çənəmi belə eləyək. Yanağım belə olsun və mən hər kəsə bunu izah etməyə çalışıram ki, o Məryəmin anatomiyasına uyğundur. O onda uğurlu alınıb. Çünki eyni preparatı iki eyni yaşda xanıma vurub biz eyni nəticəni almaya bilərik. Bəli. Çünki hər orqanizm individualdır. Hər prosedur onda bir başqa, səndə bir başqa görünə bilər. Ona görə ən böyük səhvlərdən biri qısa deyəcəm, kiməsə özünü bənzətməyə çalışmaqdır. Çünki dediyim kimi insan özünü qəbul etməlidir. Özünün Kimsə daha olmağa yaxşı çalışmayaq. formasını edə bilər. Özünün daha Bəli. yaxşı, özünü daha mükəmmələ etməyə çalışmalıdır. Çünki o yəni kiməsə bənzəmək, kimisə ideal olaraq seçmək bu tamamilə yanlış bir fikirdir. Düzdür. Əsas özümüzə bənzəməliyik. Ola bilər xırda bir Mən, qüsurları hə. görürük, dəyişməyə çalışırıq. Bu çox normal, təbii haldır. Amma sadəcə yəni bunu belə etməliyik. Dodaq belə olmalıdır, yanaq, çənə ən çox sərt ovallar bunun çənəsi kimi. Onun ona yaraşa bilər. Bu geyim sənə yaraşa bilər, başqasına yaraşmaya Bəli, bilər. Bu rəng tonu səndə çox gözəl dura bilər, məndə heç yaraşmaya bilər. Bu çox normal bir haldır. Sırf kiməsə bənzəmək etdiyimiz ən böyük yanlışlardan biridir. Düzdür. İndi mənim qarşıma açığa çıxmayıb o qədər, yəni kiməsə bənzəmək. Amma Mənim sən bu işimlə bağlı, sektordasan bəli, deyə, yəni Çox görürəm. Gültəkin, sizcə bahalı kosmetika qulluğu, yoxsa yəni üzünə qulluq kosmetoloji? Sağlam dəri. Sağlam dəri. Düzgün qulluq. Kosmetoloji da yəni o nəzərdə tutmuram ki, ancaq botoks, filtr, Yox, yəni çistka, üz baxımlar, Dəri kremlər, sağlamlığı. bəli, Düzgün dəri sağlamlığı. Və yaxud elə bir məsləhətdir, kremlər eləmirsə indiyə qədər istifadə edirəm, hansı ki, yəni çox üzümə düşür və bəyənirəm. Nəmləndiricimiz, Nəmləndirici toniklərimiz, kremlər və bəli, çünki bəzən xanımlar səhv qulluq alırlar və üzünə reaksiya verir, daha pis olur. Çünki burada önəmli olan bahalı olan deyil. Düzdür, qiymət bəzən keyfiyyət göstəricisidir, amma bu demək deyil ki, ən yüksək qiyməti olan mənim dərimə uyğundur və çox gözəl nəticə verəcək. Xeyr, düzgün dəriyə uyğun seçilmiş məhsul
Bahalı deyil də düzgün qulluq deyək. Düzgün qulluq. Birdən ki, bəs hansısa bir müştəriyə mən bu proseduru sənə etməyəcəm demisən? Bəli, çox olub. Mən çox deyirəm. Bəs o deməyib mən gedirəm başqa yerə. Başqası Yox. eləyəcək. Xeyr, çünki mənim pasientlərim Manipulyasiya eləmisən. qarşılıqlı çox gözəl anlaşırıq hər biri ilə. Ola bilər girəndə hər zaman bəzən belə deyək də başqa fikirlərlə gəlirlər. Mimikalarından hiss edirsən, ola bilər ki, sevməyəcəklərini düşündülər, amma mütləq ki, günün sonunda, söhbətin sonunda biz uyğun məxrəcə gəlirik. O prosedurun ona uyğun olmadığını, ola bilər hər hansı daxili xəstəliyinə, orqanizminə uyğun olmaya bilər. Ola bilər onun dediyi prosedur üzündə o effekti verməyəcək. Ona görə də mütləq ortaq məxrəcə gəlirik və dediyim çox olur ki, bu proseduru etməyəcəm, çünki sənə uyğun deyil. Yəni sən istədiyin nəticəni almayacaqsan. Almayacaqsan təbii ki. Yenə də müştəri seçimi çox əhəmilidir. Müştəri hər zaman haqlıdır. Amma mütləq ki, günün sonunda ortaq məxrəcə gəlir. Növbəti sual, hansı gözəllik trendini təhlükəli hesab edirsiniz? Daha öncə dediyimiz kimi filtrlər. Sosial şəbəkədə olan filtrlər çox təhlükəli. Halalı. Snapchat, TikTok. Instagram. Özüm də istifadə edirəm, qızlar belə deməyinə Mən də edirəm, amma yəni bütün günü başıma bununla yorub da özümü o filtrdəki kimi görməliyəm, keçmirəm də. Ola bilər bəzən özümü səliqəli görmək üçün filtr istifadə edirəm. Bəzən yox, çox edirəm. Mən də. Olmaz. Gültəkin canım, indi mən 2 seçim deyəcəm. Siz isə düşünmədən birini seçəcəksiniz və hər cavabdan sonra mən niyə sualını verəcəm. Tamam. Təbii görünüş yoxsa mükəmməl görünüş? Təbii görünüş. Niyə? Çünki özümüzə oxşamaq, təbii halımız məncə hər görünüşdən daha önəmlidir. Burada yenə özümüzü sevmək dayanır. Makiyaj yoxsa baxımlı dəri? Baxımlı dəri. O da niyə? Çünki sağlam və baxımlı dəri hər prosedurun, hər makiyajın ən gözəl təməl bazasıdır. Bəli. Botoks yoxsa skin care? Skin care. Niyə? O da daha təbii sayılır. Daha təbii sayılır və sağlam dəridə edəcəyimiz bütün prosedurlar, bütün işlər daha gözəl görünür. Bahalı kosmetika yoxsa düzgün qulluq? Düzgün qulluq, çünki qiymət dediyimiz kimi keyfiyyət göstəricisi ola bilər, amma bizim dərimizə uyğun daha düzgündür. Gənc görünmək yoxsa sağlam görünmək? Sağlam görünmək, çünki gənc görünmək üçün, sən niyə demədən deyim, gənc görünmək üçün edə biləcəyimiz bir çox prosedurlar ola bilər, bir çox işləmlər ola bilər, amma yəni sağlamlıqdan başlayır hər şey. Sağlam bədən, sağlam ruh, bundan sonrası zaten çox gözəl alınır. Və özünü qəbul etmək, özünü dəyişmək, təbii ki, özünü qəbul etmək. Özünü qəbul etmək, bəli. Bütün suallarımız bunun üzərində qurulur və məncə bacara bildiyim qədər izahlar verdim. Yəni özünü qəbul etmək hər şeydən ən önəmlisi odur. Və mif yoxsa həqiqət? Bahalı krem həmişə daha yaxşıdır. Bəzən, amma həmişə yox. Botoks insanı ifadəsiz edir. Xeyr, doğru texnika və düzgün preparatla heç zaman da ifadəsiz olmuruq. SPF yalnız yayda istifadə olunmalıdır. Xeyr, yaz, yay, qış istifadə olunur. Sadəcə faiz faktorlar deyil, faiz dərəcələri dəyişə bilər. Qış aylarında daha az faiz istifadə edə bilərik, yaz aylarında daha yüksək faktorlar. Evdə qulluq kosmetoloqu əvəz edə bilər? Xeyr, bir-birini tamamlayır. Kosmetoloq və evdə qulluq mütləq bir-birini tamamlayır. Çox çalışmışam. Yəni heç biri tək başına kifayət etmir, amma birlikdə çox gözəl nəticələr ortaya çıxarır. Çox su içmək dərini gözəlləşdirir. Su içmək dərini gözəlləşdirir, amma sadəcə su içmək kifayət etmir. Dərimiz çox gözəl olsun, xeyr. Növbəti müzakirə edəcək suallar verirəm. Gültəkin, həyatında elə dövr olub ki, yəni özünü qadın kimi dəyərli hiss etməmsən? Təbii ki, olub. Çünki sadəcə mən yox, mən elə düşünürəm ki, bütün qadınların həyatında belə bir dövr olur. Biz belə bir dövrdən keçirik. Sadəcə burada önəmli olan odur ki, bu dövrdən çox daha güclü ayağa qalxmaq, əvvəlki versiyamızın daha gözəl formasını ortaya çıxarmaq. Çünki hər zaman ola bilər ki, qadın özünü dəyərsiz, nəyəsə çatmayan, çatdırmayan hiss edə bilər. Bu təbii ki, ola bilər, məndə də olub.
olacaq da zamanla. Çünki heç bir hiss həyatda daimi deyil. Xoşbəxtçilik də, bədbəxtçilik hissi də, zaman-zaman hisslərimiz, başımıza gələn hadisələr, situasiyalarımız dəyişir. Sadəcə biz qadın gücü ona görə böyük bir qüvvədir ki, qadın biz bu situasiyaları doğru şəkildə idarə etməyi bacarırıq. Daha gözəl versiyalarımızı ortaya çıxarırıq. Hər zaman da belə olmaq ümidi ilə ki, daha gözəl versiyalarımız ortaya çıxsın. Əgər belə bir durumda olmusansa və belə bir gözəl addıma gəlib çatmısansa, bu həqiqətən böyük qüvvədir. Çünki hər qadın onu edə bilmir. İstəyirəm ki, hamı tez çıxsın o obrazdan və özünə dəyər verməyə başlasın. Bir qadın sizə özümü sevmirəm desə, ilk ona nə deyərdiniz? İlk ona deyəcəyim məsləhətlərdən biri olar ki, özünün hansı situasiyaya görə sevmədiyini tapsın, onu dəyişməyə çalışsın. Bu peşəsi ola bilər, bu hər hansısa bir durum ola bilər və bunu dəyişməyə çalışsa, sadəcə və sadəcə özünü sevməyi bacarsın, özünü qəbullanmağı bacarsın, kimlərləsə mübarizə aparmaq, kiməsə bənzəmək, kimdənsə üstün olmaq, kimisə keçməyə çalışmaq. Çünki insan özünü keçməyə çalışmalıdır. Dünənki halımızdan daha gözəl olmalıyıq, daha yaxşı versiyamız olmalıdır. Amma bunu kiminləsə mübarizə aparmaq deyil, sağlam mübarizə özümüzlə aparmalıyıq. O zaman daha düzgün yerlərə gəlirik. Çox gözəl. Sağlam rəqabət. Çünki həqiqətən də mən hər zaman özümdə də təcrübə etmişəm ki, bunu mən heç kimlə rəqabət aparmıram, sadəcə özümlə. Özümlə və İş böyüklük də, həyatımda da. müdriklük də zaten burdadır. Keçən ilki iş həyatımdan daha da öndə olmalıyam. Keçən il etdiyim bu səhv etməməliyəm. Kiminsə olduğu yerdə deyil də özümün illər öncəki halımdan daha yaxşı olmağa çalışıram. Heç vaxt heç kimlə rəqabət apardığımı ağlıma gəlmir. Bəs bir dənə də özümdən sual verim. Buyur. Həyat bizə çox dərslər verir də, səhvlər olur. Səhv edib yenə səhv etmək, yoxsa səhvlərdən dərs çıxartmaq? Bir səhv edib yenə səhv edəcəyik, etmişik də. Bunu Biri var eyni səhv. demək ki, asandır, etməyəcək. Bir də bu səhvi dərs çıxartdıq. Bu bitdi, bizim daha mükəmməl olduq, hər şeyi dərk etdik. Belə bir şey yoxdur. Zaten hər zaman bu səhvlərimiz də bizi yaşadan, səhvlərdən dərs çıxarmaq çox gözəl olar ki, doğru nəticə çıxaraq, doğru qərarlar verək və o səhvləri bir daha etməməyə çalışaq. Sadəcə bu biraz hər zaman olmur da. Çünki emosiyalarımıza qapılırıq. emosional biz çox. Bəli. Məsələn, mən çox tərəzi biricəm, mən çox emosional insanam. Mən etdiyim səhvləri bir də edə bilərəm. Təkrar edə bilərəm. Mən də. Sadəcə ki, etmişəmdir, amma hər zaman çalışıram ki, doğru nəticə çıxardım. Ən Heç olmasa ən az bir damcı biraz da olsa əvvəlki qədər yüksək formatda etməyək o səhvi, amma Aşırı. da yenə biz emosional Amma yenə insanıq. biz özümüzü sevirik. Sən balıq bürcüsən, düzdür? Özümüzə icazə veririk. Biz səhvlərimizlə yaşayırıq. Bəli. Sizcə qadın həqiqətən nə vaxt gözəl olur? Daxilə ailəmi tamamilə gözəl hiss edəndə. O zaman O energiya, o ruh. Elə həqiqətən bəlkə düşünürsüz ki, bu sadəcə söz xatirinə deyilir. Daxili aləmdə gözəlsən, xaricdən gözəl görünəcəksən, amma həqiqətən bu söz xatirinə deyilən bir şey deyil. Çünki insanın daxili aləmi nə qədər gözəl olarsa, bu şəkillərdə belə yansıyır, onun enerjisinə yansıyır və o adama edilən bəzən bir pasiyent gəlir, bir xanım gəlir, ona bir çox prosedur olunur. Full face dediyimiz, mini full face dediyimiz prosedurlar olunur, amma həqiqətən gözəl, özü də gözəl görünmədiyini düşünür. Çünki onun daxildə enerjisi ona icazə vermir, o enerjini ötürmür. Amma bəzən xırda bir toxunuşlu pasiyent elə dəyişir ki, düşünürsən ki, bu nə qədər prosedur olunub, amma elə deyil. Bizim bütün xarici formamıza da yansıyır daxili enerjimiz. Daxili enerjimiz gözəl olanda həyatı sevməliyik. Sadəcə özümüzü egoistcəsinə sevməkdən getmir burada söhbət. Biz həyatı sevməliyik, bugünkü günümüzü sevməliyik, gələcəyə ümidlə baxmalıyıq, edə biləcəyimiz planlara ümidlə yanaşmalıyıq. Keçmişimizdə etdiyimiz səhvləri belə sevməliyik. O səhvləri sevdikcə, oradan dərs çıxardıqca, bu günümüzə ümidlə yanaşdıqca xaricdən çox gözəl olacaq.
Çox gözəl fikirdir. Gültekin, həm anasan, yəni həm gözəl oğlun var sənin, həm iş, həm ev həyatı çatdırırsan, yəni bu bir yerdə. Mənim çox yorucudur. Bu çox həqiqətən yorucu bir yaşam tərzidir və məni tanıyan hamı bilir ki, mən bundan çox çətin də olsa bacarıram. Amma mən görürəm, yəni necə çatdırırsan və hər şey planlama şəkildə olub. Tərəzi büdcə olmağıma baxmayaraq, çünki bir çox Planlı. tərəzilər şeydir, planlı deyil. Amma sən çox planlısan, həm ailə həyatında, həm iş həyatında. Mən bunu görmüşəm və çox bəyənirəm. Bacardığım qədər çatdırmağa çalışıram. Təbii ki, mən mükəmməl ana deyiləm, mükəmməl həyatımı Çox təvəzzükarsın. yönləndirmirəm. Mütləq ki, bu elədir, amma əlimdən gələn qədər hər şeyə çatmağa çalışıram. Bacardığım qədər. Çünki doğrudan da bir qadının hər şeyi bacarması çox çətindir. Qadınların üzərində çox böyük yüklər var. Məsuliyyətlər Çox var. məsuliyyətimiz var. Hər şey çox gözəl idarə edilməsi cəmiyyətdən gözləntilən həmişə bu olub ki, qadın belə olmalıdır. Ona görə də genetikamız bu cür formalaşıb. Mən də bacardığım qədər çatdırıram. Düşünürəm bəlkə Yəni iş həyatına, ailə həyatı balansda saxlamağı bacarırsan, düşünürsən, yoxsa istəyərdin ki, məsələn, iş həyatın olmasın, tam ailəyə vaxt ayırasın. xeyr. Elə Heç vaxt. bacarmazdın. Yox, heç vaxt. Çünki mən bu işi o qədər erkən yaşlarımdan sevmişəm və o qədər erkən yaşlarımdan başlamışam ki, mən özümü bu işsiz ümumiyyətlə təsəvvür etmirəm. Onda Heç çox vaxt da başdan da etməyəcəm. özünü zaten kosmetoloq kimi görürdün, yəni. Məktəb vaxtlarından artıq mən fikrimdə bu sahə idi ki, mən məktəbi bitirəcəm, bu üzrə çalışacağam, bu üzrə təhsil alacağam, bunları edəcəm, daha da böyük planlarım var. İnşallah ki, onları da həyata keçirərəm. Daha uğurlu olmağa çalışıram. Planlarım çoxdur, amma yox, özüm işsiz İşsiz təsəvvür etmirsən. belə etmirəm. Bu işsiz təsəvvür etmirəm. Çox gözəl. Mən zaten düşünürəm belə yenə karantin düşsə, bütün işlər bağlansa, bir kosmetoloq elə bir sahədir ki, özün özünə də kosmetoloqsan, bir baxım, bağlanmaz. və sair daima lazımdır da yəni. Mən kosmetoloq olmasam, aşpaz olardım. Doğrudan, onda qoxuna qabiliyyətinin özündə görürsən var. Deyilinə görə çox yaxşıdır. Doğrudan Elə bişirirsən də tez-tez çox. onda yemək evdə. Çox. Və bu nə vaxtdan başlayıb ana olandan sonra yoxsa O əvvəldən da çox erkən yaşlardan. marağın var idi onda? Amma Məncə düşünürəm ki, burada deyirəm, bəlkə də burada bir neçə il sonra bunu kadr olaraq alarıq. Bir restoran açmağı düşünürəm. Ay inşallah. Amma mətbəxində də özüm olmaq Mütləq. şərti ilə. Mətbəxi özün idarə etmək istəyərdim. Qismət. Bizim gözəl podkastımız La Grace deyir ki, hər bir qadın ilandır. Sənin fikrin bu barədə nədir? Mən bunu sadəcə bəlkə mənfi gəlir qulağa, hər bir qadın ilandır, amma mən bunu başqa bir tərəfdən baxmaq istəyirəm. Necə ki, ilan dərisini dəyişir, yenidən dəri gəlir və yenidən yaşayır. Qadın da məncə hər uğursuzluqdan yenidən doğur, yenidən o işlərini bacarmağa çalışır, arzularını həyata keçirir. Qadın çox güclü qüvvədir. Çünki qadın ağlı ilə, məntiqi ilə hər mövzuda bir çox tərəfdən baxır, geniş pəncərəli baxır. Yəni bizim pəncərələrimiz çox genişdir. Çox hər tərəfli baxmağa çalışırıq, mükəmməl etməyə çalışırıq. Tələsik qərar verməməliyik. Bunu etsək daha doğru olar. Ona görə mən bunu sadəcə mənfi tərəfdən deyil, müsbət tərəfdən yanaşıb düşünürəm ki, hər bir qadın içində bir ilan var. Çünki o yenidən dərisini dəyişir və yenidən formalaşır. Gültekin, təşəkkür edirəm bizim podkastda dəvətimizi qəbul etdin. Çox gözəl söhbətimiz oldu. Çox məlumatlandırıcı söhbətimiz oldu. Hətta bəzi şeyləri mən belə bilmirdim. Çox təşəkkür edirəm dəvətimizi qəbul etdiyiniz üçün. Mən təşəkkür edirəm. Məni burada görmək istədiyiniz belə bir xoş, səmimi söhbət ərsəyə gəldi. Və mən ilk növbədə bütün qadınlara gözəl həyat, xoşbəxt həyat arzulayıram. Və heç bir qadın öz qüvvəsini kiçik görməsin. Fərqinə varsın daxili aləminin gözəlliyinin və
bu proyektimiz də çox gözəl, çox uğurlu olsun. Çox təşəkkür edirəm. Daha da yüksək yerlərdə görmək istəyirəm və təkrar qonağınız olmaq istəyirəm. Çox təşəkkür edirəm. Siz də maraqlı bizim podkastımızı izləmək üçün abunə olmağı unutmayın. Sağ olun.